Sizə də bu tanışdır. Bugündən diyetə başlayacağım deyib səhər normal qidalanırsınız. Gün ortanı da idarə edirsiniz. Amma axşam yazıq soyuducunun qapısı açılıb bağlanmaqdan yorulub. Elə bir kimsə sizi aparır, otuzdurur mətbəxdə və nə gəldi yeyirsiniz. Yenə özümü saxlaya bilmədim deyib peşman olursunuz. Səbəbi yeməkdən sonra dalğalanan qan şəkəridir. Qan şəkərini sürətlə qalxıb düşəndə beyin enerjim çatmır siqnalı verir və siz məcbur olub gedib o beyni, bədəni doyuzdurmaq üçün təkrar növbəti qidanı qəbul edirsiniz. Bu nöqtədə köməyimizə ridiya çatır. Çünki ridiya qan şəkərinin dalğalanmasının qarşısını alır. Yəni sizi uzun müddət tox saxlayır. Uzun müddət tox qalanda nə olur? Daha az yeyirik. Daha az yediyimiz üçün də rahat arıqlayırıq. Buna görə də arıqlamağa qərar vermisiniz, amma tez-tez acırsınızsa, ridiyanı rasionunuza əlavə etməyi unutmayın. Bu dərman deyil, qida əlavəsidir.